Pənahov vəzifədən göndərilirmi, göndəriləcəkmi? Bununla bağlı bundan öncəki xəbər buraxılışımızda informasiyanı diqqətinizə çatdırmışdıq. İndi də digər xəbər başlıqlarında Məzahir Pənahov vəzifədən buna görə göndərilir deyə xəbərlər verilir. Aprel ayında Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinin 5 illik səlahiyyət müddəti bitir. Yaxın günlərdə Milli Məclisdə MSK-nın formalaşdırılacaq yeni tərkibindəki hazırki sədr Məzahir Pənahov yer almayacaq. Bunun səbəblərindən biri MSK sədrinin mart ayında 75 yaşının tamam olmasıdır. Məzahir Pənahov 2026-cı il 13 martda 75 yaşını qeyd edib. Üstəlik o 2000-ci il 19 mayda 26 ildir ki bu vəzifədədir. Digər əsas səbəb isə son illər Məzahir Pənahovun adının ailə qalmaqallarında hallanmasıdır. Bir müddət əvvəl MSK sədrinin Birləşmiş Ştatlarda yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi. Ötən gün isə Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı Pənahova ilə arasındakı məhkəmə çəkişməsi başa çatdı. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlinə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları qaytarılacaq. Bundan başqa mətbuatda Pənahovların milyonluq mülklərinin olması barədə də məlumatlar yayılmışdı. Hətta oğlunun yaşadığı Birləşmiş Ştatların Los Angeles şəhərində nüfuzlu Bel Air bölgəsində Hollywood ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara villanında, dəbdəbəli villanında Məzahir Pənahova aid olduğu bildirilir. Qeyd eləyək ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-sində keçirilən plenar iclasında seçiliblər. 75 yaşlı Məzahir Pənahov bundan sonra nəticəsinə də, kötücəsinə də əmlak qoymağı bacaran, milyonlar ötürməyi bacaran Məzahir Pənahov növbəti dəfə MSK-nın sədri olmayacaq. Çünki həm ailəsində baş verən bu qalmaqallar, son dövrlər danışılanlar, eyni zamanda bu varidatının gündəmə gəlməsi və bir də ki, yaş məsələsi onu artıq sədrlik vəzifəsindən uzaqda saxlayacaq. Gəlini üçün aldığı qızıl zinət əşyalarının təkcə qiyməti 260 min manatdır və eyni zamanda 300 min manatlıq əmlakını verib gəlinə. Təbii ki, indi onun oğlunun gəlini üzərində zorakılığı, hamilə qadının övladını itirməsi filanları bu bir neçə müddət bundan əvvəl gündəm olan məsələ oldu və həmin xanım da haqq etdiyini aldı deyə bilərik. Və məsələnin əsas hissəsi nədən ibarətdir? Bu ənənəvi xəbərdir də. Bu ki, filan kəsin, vəzifədə olan bir şəxsin milyonluq mülkləri, saysız hesabsız obyektləri, saysız hesabsız evləri, nə bilim torpaq sahələri Azərbaycanın daxilində azmış kimi bir Azərbaycanın xaricində bunların boy siyahısının çıxarılması da artıq, yəni belə deyək də, alışdığımız bir mövzudur. Necə deyərlər, bir növ adətkarda olmuşuq bunlarla bağlı xəbərləri oxuyanda. İndi hələ bir neçə gündən sonra ola bilsin ki, uzun bir siyahı verildi ki, bəs Məzahir Pənahovun nələri, daha nələri var. Həqiqətən çox maraqlıdır. Bu maaşla bunu necə eləyə bilirsiniz? Bizə də yolunu öyrədin də. Vallahi billahi də biz də istəyirik. Şəxsən özüm o qədər arzulayıram ki, Bakıda bircə otaq ev alam heç olmasa özümə, amma hesablayıram ki, yeməsəm, içməsəm, maaşımı heç olmasa bir 5 il üst-üstə yığmalıyam ki, mən bir otaq alım. Bəs siz necə olur ki, maaşla bu boyda əmlak əldə edə bilirsiniz? Bu boyda varınız, dövlətiniz, məsəl üçün özünün Los Angeles'də olan evinin qiyməti 2 milyon 35 min manatdır. Hələ bu 400 dollarını qoyuram qırağa ki, 2 milyon yanında 400 dollar nədir ki, elə belə semiçka puludur da bu. Hələ 400 dolları qoyuram qırağa. Bu 2 milyon 35 min manatı. Deməli, Məzahir Pənahov 26 ildir bu vəzifədədir. 26 ildə görəsən yığmaq olar 2 milyon 35 min. Bəlkə də onlar bunu 26 aya yığırlar, 26 il nədir? Hər halda yəni nə bilim, valla mən bilmirəm, xaricdəki məmurlar da belədirmi? Bizim bəziləri kimidirmi?
onlar da bütün imkanlarından istifadə edirlər ki, daha çox qazansınlar, nə bilim, daha çox mənimsəsinlər, nəvələrinə, nəticələrinə, hətta kötüyücələrinə bir özlərindən sonra bir sərmayə qoysunlar, nə bilim, yatırım qoysunlar. Onlar da mı belədir, yoxsa bu bir qədər bizim xislət məsələmizdir? Göz doymaq məsələsində bəli, gerçəkdən də bizim bəzi məmurların problemi var. Hamısını deməyəcəm, həqiqətən də işini çox vicdanla görən məmurlar var. İndi tam da maaşı ilə kifayətlənir də deməyəcəm həmin adamlar üçün, amma ən azından gözləri çox ac deyil də bəzilərinə baxanda. Məsələn, baxırsan ki, indi bu həbs olunanlardan danışıram da. İstəyir indi kiminsə mavini olsun, istəyir keçmiş sabiq merlər olsun, icra hakimiyyəti başçıları olsun. Məsələn, görürsən, o qədər şeylər çıxır ki, onların hələ bu adlarına qeydiyyatda olanlardır. İndi görün, bunlar kimlərin adına verirlər o mallarını, mülklərini, obyektlərini, filanlarını keçirdirlər ki, yəni bircə bunların adında olmasın. Qeyində öz aləmlərində allatmağa çalışırlar da, amma sonradan onların da hamısı açılır. Amma həqiqətən də bir insan nə qədər zəhmətkeş olmalıdır, 7-24 necə işləməlidir ki, o bu qədər məbləği toplaya bilsin. Məsələn, bir evin qiyməti 2 milyon 35 min manat olsun. Maraqlıdır, 7-24 yatmadan, göz qırpmadan, nəfəs almadan, hətta səni sxemləşdirsələr belə ki, sən 24 saat dayanmadan işləyəsən, yenə də 2 milyona bir ev almağın, nə bilim, real görünmür. Düzdür, indi təbii ki, bunlar MSK sədri Məzahir Pənahov bəlkə də çaxırıncı dəfə yadına düşmür ki, maaş kartını nə vaxt salıb o banka, nə vaxt oradan pul çıxarıb. Yəqin ki, onu xatırlamır, çünki ümumiyyətlə onun buna heç ehtiyacı yoxdur da, bəlkə də evin bir küncünə tullayıb, çünki bu adamların ümumiyyətlə maaşa filan ehtiyacı yoxdur axı. Bizim kimi gözləmirlər ki, ayın axırı olsaydı, maaş düşsəydi karta, maaşı da buradan alırsan, bir həftədən sonra vəssalam. Canını tapşırdı. Ondan sonra gəldin ki, bəs bundan sonra hələ 20 gün var. Neyniyəcəm? Necə dolanacam? Bilirsiniz niyə ki biz çətin dolanırıq? Çünki bunların orada burada 2 milyonluq, 3 milyonluq, 5 milyonluq, 10 milyonluq evləri olanda, varidatları olanda biz təbii ki ayın axırına maaş çatdırmayacaq. Bu normal olan bir şeydir. Yəni bu qədər mənimsəmə olandan sonra. Hələ yenə də deyirəm, bu siyahı verilməyib, Məzahir Pənahovun nələri var? Məsələn, bundan öncə keçmiş prezident aparatının rəhbəri Ramiz Mehdiyevlə bağlı, məsələn, çıxarılan o, yenə də mən düşünürəm ki, o hələ tam versiya deyildi, bəlkə bundan sonra daha nələrsə çıxarılacaq. Ümumiyyətlə də bu vəzifədən gedənlər, ondan sonra nə bilim, həbs olunanlar, dövlət büdcəsini talayanlar, nə bilim, mənimsəyənlər, rüşvətxorluğun içərisində, korrupsiyanın içərisində boğulanların nələri çıxır. Burada da belə baxırsan ki, yəni biz elə 700-800 manata işləməyi haqq eləyirik də. Yəni biz elə işləməsək adam axı 2 milyon bir yerdə villa ala bilmir, nə bilim 500 minə bir yerdə ala bilmir, nə bilim həyatında 10 dənə 15 dənə bahalı maşın ola bilmir axı. Biz azalmalıyıq ki, onlar çox yesinlər. Nəysə, başa gələn çəkilər, başqa nə deyə bilərik ki?